Əvvəllər su ehtiyatlarının məhdud olduğu bir dövrdə insanlar çıxış yolunu kəhrizlərdə tapıblar. Məhz bu baxımdan Kalbamusa çeşməsi sadəcə bir su mənbəyi deyil, böyük zəhmətin və xeyirxahlığın simvoludur. Bugün də insanlar tərəfindən istifadə olunan bu çeşmə onların su təminatında mühüm rol oynayır. Naxçıvanda su qıtlığının yaşandığı dövrlərdə xeyriyyəçi Kalbamusa 1901-ci ildə şəhərdən 3 kilometr aralıda Şıx Mahmud kəndi yaxınlığında Naxçıvan çayının sağ sahilində quyular qazdırmağa başlayır. Məqsəd şəhərin dayanıqlı su təminatını yaratmaq idi. Bunun üçün o, ən təcrübəli kankanları bir araya toplayır. Kalbamusanın özü xeyriyyəçi olmuşdur. Özünün iş növbədə burada pambıq sahələri var edir. O pambıq sahələrini əldə etdiyi qazancı Naxçıvan şəhərinə su çəkdirməyə qoymuşdur. Kalbamusa çeşməsinin yəni baş quyusu, lap başlanğıcı Naxçıvan şəhərindən 3 kilometr aralıda Şıx Mahmud kəndindən başlamışdır. Oradan Naxçıvan şəhərinə 3 kilometr yol məsafədə bu kəhriz çəkilmişdir. Demək olar ki, oradan bura quyular qazılmışdır. 130-140 ədəd quyu qazılmışdır. Və bu quyuların qazılması hər birinin deməli bəzilərinin dərinliyi 35-40 metr dərinliyində olmuşdur. Ən sonuncu quyu bu gördüyümüz yaxınlığına durduğumuz, çəkiliş etdiyimiz yerdədir ki, 35 metr dərinliyində olan bir quyudur. Beləliklə, 8 il ərzində böyük maddi vəsait hesabına həyata keçirilən bu layihə 1909-cu ildə başa çatır və çeşmənin suyu istifadəyə verilir. O vaxtdan bu günədək ərazi sakinləri su ehtiyaclarını məhz bu mənbədən qarşılayırlar. Çeşmədən isə mən bir söz deyim ki, tək biz istifadə eləmirik. Muxtar Respublikanın, xüsusilə şəhərin həm hərbi hissələrinə, həm başqa yerlərinə burada indicə balıqları gördünüzdə su maşınları gəlir və bunu aparıb nə edirlər? Suvarırlar, həm içməli su, həm də suvarma işlərində istifadə eləyirlər. Ona görə də mən şəxsən çox sevinirəm və qürur duyuram ki, bu çeşmənin yanında yaşayıram. Bizdə Muxtar Respublikanın ən ağır vaxtlarında su qıtlığı olanda bizdə heç vaxtı bu su qıtlığı olmuyor. İçməli gözəl sudur. Duzlu deyil, buz kimin sudur. Hər nəyə, xörəyə vururuq, içirik. Gözəl sudur da. Kalbamusa çəkib da onu da. Gündə deyək, hər gün o kənkan qazanlara bir qızıl, onluq qızıl verirdi. Ondan sonra gəlib bu quyularda, axırıncı quyuda su elə bir çıxıb da, onda deyir qurban kəsib suya. Ümumiyyətlə, Naxçıvanın qədim suvarma sistemləri arasında kəhrizlər xüsusi yer tutur və şəhər mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Naxçıvan qədim şəhər mədəniyyətinin mərkəzlərinin yarandığı bölgələrdən biridir. Şəhər mədəniyyətinin yaranması üçün onun iş növbədə suvarma sistemi olmalıdır. Naxçıvan şəhərində suvarma sisteminin mühüm yer tutması üçün kəhrizlərin xüsusi rolu vardır. Naxçıvan kəhrizlərinin deməli şəhər mədəniyyətinin formalaşmasında mühüm rol olmuşdur. Kalbamusa çeşməsi həm tarixi irs nümunəsi, həm də yerli əhali üçün bugün də etibarlı su mənbəyi kimi əhəmiyyətini qoruyub saxlayır. Tərlan İbrahimova, Murad Əliyev, Rəşad Hüseynov, NTV Xəbər.